Artıq tələbələr məktəbdə aldıqları nəzəri biliklərini istehsalat təcrübədə öyrənirlər. Söhbət Tovuz rayonunun Qovlar şəhərində yerləşən Dövlət Sosial-İqtisad Kollecinin tələbələrindən gedir. Kollecin istehsalat təcrübə rəhbəri Cavid Abbasov bildirib ki, Tovuz rayon icra hakimiyyəti başda olmaqla rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar kollecin tələbələrinin istehsalat təcrübəsini keçirməsi üçün hər cür şərait təmin ediblər. Artıq kollecin tələbələri bir neçə müəssisə və təşkilatlarda təcrübə keçir. Onu bildirim ki, sağ olsunlar bizim yerli təşkilatlar. Çox bizə yüksək dərəcədə köməkdarlıq edirlər bu tələbələrimizin istehsalat təcrübəsini keçməyinə. Əməkdaşlarımız Tovuz rayonunda yerləşən dənli bitki toxumlarının emalı zavodunda tələbələrin istehsalat təcrübəsi zamanı zavodun laboratoriyasında keçdikləri təlimdə olub. Burada dənli bitkilərin qurudulması, saxlanması və laboratoriyada olan qurğuların fəaliyyəti haqqında tələbələrə ətraflı məlumat verilib. Tələbələr qurğuların fəaliyyəti, hansı hallarda hansı qurğulardan istifadə edilməli olduğunu və onların işləmə mexanizmi ilə yaxından tanış olublar. Müəllimlər və tələbələr istehsalat təcrübəsinin nəzəri cəhətini öyrəndiklərini, əyani formada həyata keçirdiklərindən razı qaldıqlarını bildirib. Bizə göstərdilər laboratoriyanı, ətraf sahəni, ambarı, istehsal zamanı işlənən maşınları, aparatlar hamısını göstərdilər. Nəzər biliklərini burada artırmağa çalışırlar. Biz hər gün gəlirik, təcrübə keçirik. Çox sağ olsun müəllimlərimiz. Sizi qane eləyirmi bax bu keçdiyiniz təcrübə? Bəli, təbii ki, gələcəkdə iş həyatımızda da bizə çox köməklik eləyəcək. Kamran Əskiparlı, Hüseyn Hüseynov, Yusif Əliyev bu gün informasiya proqramı üçün.